Deməli, indi isə 10-cu suala baxaq. Maraqlı suallardan biridir. Hansı cümlədən ilk sözü çıxarsaq, cümlədə uzlaşma əlaqəsi olmaz. Deməli, bir dənə ilk öncə yadımızdan çıxartmayaq ki, uzlaşma əlaqəsi dedik ki, həm cümlə üzvləri arasında, həm də söz birləşmələri arasında olacaq. Uzlaşma əlaqəsi cümlə üzvləri arasında olanda mübtəda ilə nəyin arasında olacaq? Xəbərin arasında. Və uzlaşma əlaqəsi cümlə üzvlərindən başqa söz birləşməsi arasında deyirsək, ikinci və üçüncü növ təyini söz birləşmələri arasında da olacaqdır. Gəlin baxaq. Sən haradan gələcəksən? Burada gələcəksən kimsən? Bir dənə baxırıq ki, burada söz birləşməsi yoxdur, ancaq cümlə özüdür və mübtəda ilə xəbərdir. Mübtədəni buradan çıxarsaq, uzlaşma əlaqəsi olmayacaq. Ona görə cavabımız A variantıdır. Digərlərə baxaq niyə? Sabah sözünü çıxardaq buradan. Kənd yoluna çıxacaq. Nə idi? Çıxacaq. Kənd yolu ikinci növ təyinin söz birləşməsidir. Deməli, uzlaşma varmı? Var. Sənin ilk iş yerin mənim dükanımdır. Sənin sözünü çıxardaq. İlk iş yerin ifadəsi varmı? Deməli, və yaxud da mənim dükanım varmı? Deməli, arasında ikinci və üçüncü növ təyinin söz birləşməsi olduğu üçün uzlaşma əlaqəsi olacaq. Çıxırıq. Doğrudur. Doğrudur zaten modal sözdür. Hər şey əla olacaq. Onsuz da burada ümumiyyətcə doğrudur sözü olsa da, olmasa da, burada uzlaşma əlaqəsi hər şey əla olacaq. Nə edəcək? Əla olacaq. Nə? Hər şey. Burada onsuz mübtəda yerində qalacaq. Yəni, modal sözün heç bir qüsuru yaranmayacaq bizim üçün. Mən məktəbin həyətində, mən sözünü çıxarsaq, məktəbin həyəti üçüncü növ təyin söz birləşməsi olduğu üçün daxilində uzlaşma əlaqəsi zaten olacaqdır. Ona görə zaten uzlaşma əlaqəsi dedikdə bizə mübtəda ilə xəbəri düşünməyək. İkinci və üçüncü növ təyin söz birləşmələrində yadımızdan çıxartmayaq. Bu qədər sadə və asan.